Oturacaqları 5 və 11 olan trapesiyanın diaqonallarının orta nöqtələrini birləşdirən parçanın uzunluğunu tapın. Bir trapesiya çəkək. Bunun diaqonallarını qeyd edək. Və diaqonalların orta nöqtələrini birləşdirən xətti çəksək. Bu həmçinin trapesiyanın da orta xətti olduğu üçün trapesiyanın oturacaqları 5 və 11 idi. Burada alınan üçbucağımız var. Yəni bu A, B, C, D desək. ABC üçbucağının orta xətti onun BC tərəfinə paralel olub onun yarısı qədərdir. Yəni bura 2,5 olacaq. Həmçinin BCD üçbucağında da orta xətt BC tərəfinə paralel olub onun yarısı qədərdir. Yəni 2,5-dir. ACD üçbucağında isə orta xətt AD tərəfinə paraleldir. Yəni onun yarısı qədərdir. Yəni 5,5-dir. Deməli, ümumi parça 5,5-dir. Bu hissəsi 2,5 olduğu üçün diaqonalların orta nöqtələrini birləşdirən parçanı tapmaq üçün 5,5-dən çıxarıq 2,5-i. Bu isə bizə 3 tam verər. Deməli, doğru cavabımız olacaq 3.